Qışın geri gəlməsi münasibətilə içinizi istəcək ləzzətli toyuqlu vərməşili şorba resepti paylaşacağam. Toyuq budlarını qazana yerləşdirib, üzərinə su töküb ocağa qoyub kefini yığaraq bişənə qədər qaynadacağam. Doğradığım soğana duru yağ və kərə yağı da əlavə edib ocağa qoyaraq rəngi dəyişənə qədər qarışdıracağam. Bu şəkildə qızılı rəng alanda üzərinə un əlavə edib təkrar qarışdırdım. Un həll olandan sonra tomat pastası da töküb qoxusu çıxana qədər qarışdıraraq bişirdim. Daha sonra təmiz yuduğum qırmızı mərcini əlavə edib, üzərinə də toyuq suyuna 3 stəkan əlavə olaraq qaynar sudan da 3 stəkan tökdüm. Qarışdıraraq təxminən 15-20 dəqiqə ərzində qaynatdım. Mərcisinin bişdiyinə əmin olduqdan sonra blenderdən keçirdim. Üzərinə bir diş sarımsağı sıxıb doğradığım pomidoru, ditdiyim toyuq ətini və vərməşili əlavə edirəm. Qeyd edim ki, ərzaqların miqdarını açıqlamalar bölməsində yazacağam. Duzunu, istiyotunu tənzimləyib qapağını yarım şəkildə örtərək 5 dəqiqə daha qaynatdım. Ocaqdan götürən zaman üzərinə nanə əlavə etdim. Budur artıq çox ləzzətli, içmələrə doymayacağınız şorbamız hazırdır. Son olaraq servis edən zaman üzərinə şüyüd doğranmışı əlavə etdim. Videonu bəyənib paylaşaraq məni izləməyi, rəy yazaraq da dəstək olmağı unutmayın. Allah'a emanet olun.